Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, nəyin baxasına olursa olsun öz ərazi bütövlüyünü bərpa edəcək. Artıq səbir kasası daşmış, oxlar gərilmişdi. Bu döyüşlərdə ordumuzun göstərdiyi peşəkarlıq və qəhrəmanlıq tək düşmən üçün deyil, dünya üçün bir mesaj idi. Biz torpaqlarımızdan əl çəkməyəcəyik, işğalçıların qarşısında geriyə addım atmayacağıq. Aprel döyüşləri işğalçılar üçün bir mesaj idi, bir siqnal idi. İşğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Beləliklə, Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatına başladı. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Aprel döyüşləri qələbəyə gedən yolun başlanğıcı ifadəsi 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibənin strateji tarixi və əhəmiyyətini vurğulayır. Bu döyüşlər Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinə qarşı apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində cəbhə xəttində mühüm yüksəkliklərin və ərazilərin azad olunması ilə nəticələndi. Qısa müddətdə ordumuz bir neçə strateji yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etdi. Xüsusilə Lələtəpə yüksəkliyi və Tərtər, Ağdərə, Goranboy istiqamətlərində irəliləyiş əldə edildi. 44 günlük müharibənin 4 günlük anonsu, aprel döyüşləri, üçrəngli bayrağımızı vətən göylərində dalğalandıran müzəffər ordumuz düşmənin əzmini dayandığımız bu nöqtədən qırmağa başladı. Düşmən artıq bilməli idi ki, bu sarsıdıcı 4 gün onu 44 günlük məğlubiyyətə hazırlayır. Bizi isə qələbəyə. Qəhrəmanlıq nümunələrinə nəzər salsaq görərik ki, bu döyüşlərdə Azərbaycan əskər və zabitləri böyük igidlik göstərdilər. Bunlardan polkovnik leytenant Raquf Orucov, polkovnik leytenant Şükür Həmidov, mayor Samid İmanov və digərləri böyük şücaət nümayiş etdirdilər. Onların fədakarlığı Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi yazıldı. Aprel döyüşləri Azərbaycanın hərbi gücünü, milli birliyini, ərazi bütövlüyünü, suverenliyi uğrunda qətiyyətini nümayiş etdirdi. Bu hadisələr sonraki illərdə, xüsusən 2020-ci ildə baş verən 44 günlük vətən müharibəsi üçün bir növ zəmin yaratdı və Azərbaycanın gələcək qələbəsinin əsasını qoydu. Bu baxımdan həmin döyüşlər böyük tarixi əhəmiyyət daşıyır və qələbəyə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. İşğal dövründə bu ərazilərdə yaşamağın nə qədər təhlükəli olmasına baxmayaraq, Həziyevlər ailəsinin əzmi və milli kimliyi bütün qorxulara sinə gərib. Bizim burada Azərbaycan ordusunun deməli 94-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı bizim əsgərlər bax burada qərar tutmuşdu. Bizim post burada qurulmuşdu. Bax bu gördüyünüz qarşı tərəf bizim Cəbrayıl rayonunun Mehdili kəndidir. Bu kənd aprel döyüşlərinə qədər mütəmadi ermənilər tərəfindən güllə barona tutulurdu. Bunun əyani sübutdur. Hansı ki, bu divarlarda görürsünüz, bunun hamısı güllə izlərdi. Bu ermənilərin atdığı güllə. Çünki bizim əsgərlər burada dururdu. Çətin olub bu aprel döyüşlərinə qədər. Çünki həmi bura Cocuq Mərcanlıda, həmili əsgərlərimiz üçün də çətin idi. Həm ətraf kənddə yaşayan insanlar üçün də bura çox təhlükəli idi. Nədəndir? Lələtəpə yüksəkliyi strateji yüksəklikdir. O yüksəklik nə qədər ermənilərin əlində idi, bizim Füzuli rayonunun ərazisində dək bir 30 kilometr dərinliyə həmin ərazidə müşahidə edirdilər. Bu birinci mərhələ idi ki, aprel döyüşlərinin uğuru ondandır ki, həmin strateji yüksəkliyi biz əldə etdik. Həmin dövlətimizin, ordumuzun gücü nümayiş olundu. Xalqla ordunun birliyi nümayiş olundu. Bu bizim üçün böyük bir uğur idi. Və sağ olsun Cənab Prezident ən yüksək səviyyədə çox gözəl bir kənd salındı. Şəhər tipli qəsəbə indi qayıdış kəndlərisində ən birincisi Cocuq Mərcanlıdır. Birinci ilə qayıdışı da buradan olub. Tez-tez atəşkəsi pozurdular. Burada bizim evin də vurublar üstü, o evdə vurublar. Yəni o vaxt atəşkəs pozanda vurublar böyük silahlarla, teşeka silahı ilə vurublar. Amma yenə biz öz işimizdə, öz kənd cəmaatı hamısı öz qaydasında öz işinə məşğul oldu. Heç kim də heç yanında çıxmadı, hamı arxayındır ki,
ordumuz güclüdür. Aprel döyüşlərində ordumuz Lələtəpəndə aldı. İndi şükürlər olsun ki, bu gün hər yer azaddır. Bəli, aprel döyüşləri Azərbaycan ordusunun gələcək uğurlarının təməlini qoydu və 2020-ci ildə baş verən Vətən müharibəsi üçün mühüm bir sınaq oldu. Azərbaycan xalqının qələbə ruhunu alovlandıran bu döyüşlər qəhrəmanlıq salnaməsində şərəfli bir səhifə kimi qalacaq. Aprel şəhidlərimizin ruhu isə daim bizimlədir. Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun birliyini daha da gücləndirdi və 2020-ci ildə Qarabağın azadlığı ilə nəticələnən proseslərin əsasını qoydu. 44 günlük 2-ci Qarabağ müharibəsinin rəmzinə çevrilən dəmir yumruq bu inamın təsdiqi oldu. 44 gündə 30 ilin işğalına son qoymaq rəşadətli ordumuzun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bəli, cəmi 44 günə məğlub edilən düşmən artıq dərk etdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi.